Bura Razindən Xalqlar dostuna su tikintiyə qalxan yoldur. Hamısı villalarda, hörmətli izləyicilər. Villa düz yolun kənarında yerləşir. Qapıdan girən kimi rahat burada bir 10 dənə maşını saxlamaq olar. Burada yenə də belə oturmaq üçün üstü bağlı düzəldiblər. Bu video 40 üstə gəldi. Bazburtlu o izləyicilər olur ya, belə dayılar otururlar kabinetdə, işdə, belə dədələrimiz yaşında. Bax, sizə elə bir villa təqdim edirəm ki, yəni cavanlar bu stili qəbul eləmir də. Cavanların biraz düşüncələri fərqlidir. Bura iminno sizin üçündür. Park istəyirsinizsə bu villada var. Təbiət istəyirsinizsə bu villada var. Evin sahibi gündə 6 kilometr bu villanın həyətində gəzir. Maşallah qarnı mənkindən də düzdür də, yəni fit saxlayır özünü. Dəyərli izləyicilər, 14 sotun içində sizə möhtəşəm bir villa təqdim edirəm. Burada olan şərait, komfort, meşə, park, kimin burada villa almaq arzusu olubsa, bu arzusunu gerçəkləşdirə bilər. Mən sizə təqdim edeyim, bir detallı şəkildə çaylarımızı süzün, təbiətə baxa-baxa, həzz alın, Allah olmayanlara qismət eləsin. Bu meyvələrə bir baxın da, yəni olmayan meyvə ağacı yoxdur. Həyətə bağ-bağça zövq verir, gözəllik verir. Burada müəllimin villasının qış mətbəxi, içi dolu ləvazimatlar, lazım olan hissələr. İdman yerinə mən sizə dəvət edeyim. Burada vağzalı səslənməlidir. Bəlgəlin restoranı oxşayır. Dəyərli izləyicilər, İtalyan klassikasıdır. Bir dənə plekan obiyomuna fikir verin. Ümumiyyətlə, həyətli restoranı oxşayır bu villanın. Evin içi də rahat və uyut şəraiti var. Giriş hissəsi, zal, klassika, mebellər, kamin. Bu birinci mərtəbədir. Burada olan otaqları mən sizə bir görsədim. Başlayaq. Məsələn, mətbəx otağından geniş bir mətbəx otağı, mətbəx mebeli içində də bütünündə yaşayışlı villadır. Hər bir elektronika, tavar olsun, var. Yəni, burada sual yoxdur ki, bu villanı alsam mən burada daha nə alacam, nə dəyişəcəm. Bütün qapılar hamısı şabalıqdır, plekan göyüş ağacıdır. Bura bir otaqdır. Otaq çoxdur maşallah, abiyon böyüdür. Növbəti otaqlara keçək. İkinci mərtəbədir bura, hörmətli izləyicilər. Mənim çox xoşuma gəldi plekanların giriş-çıxış hissəsi. Əməlli başlı, yəni bu fərqli bir villadır da, görünüşü, dizayn olaraq. Buradakı yataq otaqlarından keçək, ona bir baxaq. Məsələn, operator, buradan başlayaq. Buradakı otaqlara girək və üçüncü mərtəbə də var hələ, oranı da sizə göstərəcəm. Nümunə üçün baxın. Otaq hündürlüyü filan və təmiri klassikadır. Burada ümumi, yəni ki, hamam otağıdır. Burada yataq otağıdır ikinci mərtəbədə olan, geniş, işıqlı, əşyalı. Bura isə detski yataq otağıdır. Uşaqlar üçün nəzərdə tutulmuş, onlara aid. Bura üçüncü mərtəbədir, əzləyicilərim. Geniş bir mansarddır. Sonda sizə demək istəyirəm ki, Yapon əzgili faydalı meyvədir. Dəyərli izləyicilərim, alın bu villanı, Yapon əzgili yeyin, canınıza qulluq eləyin. Qaldı ki, bu imarətə almaq istəsələr zəng eləyin, telefon nömrəsi, satış meneceri orada qeyd olunub videoda, qiymətlə yazdıq, siz də gördünüz. Əgər istəsəz, buyurun, bizə müraciət eləyin. Çünki Kupçalı heç bir problemi olmayan, satışa hazır bir villadır. O bizi detalları reallıqda danışarıq inşallah. Sağ olun.